Salam hər kəsə, hər vaxtınız xeyir. Bu videoda sizlərə maraqlı bir mem proyekti göstərəcəm. Həmçinin bildirim ki, yeni çıxmış bir proyektdir və 20 mərhələdən ibarət bir ön satış içərisindədir. Hal-hazırda ön satışın məhz birinci turundadır və sizlər bu videonu izləyəndə böyük ehtimalla artıq 2 və ya 3-cü tur olacaq. Çünki birinci turun bitməyinə çox az qalıb. Yəni coinlərin 97%-i artıq satılıb. Yəni 175 min dollarlıq coin qısa müddət içərisində satılıb. Toplam sərf etmirəmsə 200 min dollarlıq coin satılacaq. Daha sonra isə ikinci tura keçid ediləcək. Qısaca desək, bu nə proyektidir? Bu bir mem proyektidir və yapay zeka ilə işləyən, süni intellekt ilə işləyən bir yarış oyunu, yarış simulatoru olacaq. Burada da oyunları ilə bağlı qısaca məlumatlar bizlər üçün yazıblar. Süni intellekt ilə işləyən mem kart racer, memlər, AI yüksək sürətli kart yarışları, toqquşanda nə baş verir? Siz kart rumble əldə edirsiniz. Əfsanəvi mem ikonlarından xaos, strategiya və təmiz sürətlə təchiz edilmiş dünyada yarış üstünlüyü uğrunda mübarizə aparan yeni nəsil süni intellektlə idarə olunan mem kart yarışçısı xüsusi qurulmuş daxili yapay zeka ilə hər yarış zəka, bacarıq və mem gücü qarşılığın gözlənilməz nümayişidir. Süni intellektlə əsasən rəqiblərinizi öyrənir, uyğunlaşır və üstün oynayın. Hər yarışı yeni çağırışa çevirin. İt sürünür, Pepe banan atır və 200 IQ oyunu ilə Shiba manevr edirmi? Belə bir sual qoyulub. Burada digər mem coinlərinə belə deyim söz atıblar. Bağlayın, bu sadəcə yarış deyil, bu kart rumble'dır. Tozda qalmayın, indi rumble RBT tokenlərini götürün. Burada da qısaca xüsusiyyətlərini yazırlar. Rumble AI bizim daxili fərdi AI Polygon blockchain üzərində qurulmuşdur. İcma kart Rumble mininin ürəyi. Kart Rumble'ın affiliate proqramı paylaşdıqca qazanın. Bunları ətraflı daha sonra göstərəcəm. Tokenomic bölməsinə baxaq. Buradan hal-hazırda coin'in biz qiymətini görürük və bu da başlama qiymətidir, yəni listələmə qiyməti. Buna təbii ki, hər hansısa bir qarantiya yoxdur. Sadəcə proyekt bu qiymətdən listələməyi planlayır. İndi təbii ki, bacara biləcəyimi, bacara bilməyəcəyimi buna heç kim qarantiya vermir. Buradan öz gəlirinizi hesablaya bilərsiniz. Nə qədər coin alsaz, qiyməti nə qədər olsa, nə qədər qazana bilərsiniz. Bunları göstərir. Burada tokenomic bölməsi var. 10% coin ekosistemin inkişafı üçün, 10% likidite üçün, 10% komandaları üçün, 5% ehtiyat üçün, 5% müsabiqələr və mükafatlar, 60% isə yəni 1.2 milyard coin ön satış üçün ayrılıb. Yol xəritəsinə baxa bilərsiniz. Ətraflı 4 fazadan ibarətdir və əsasən biz burada NFT görürük, yarış oyunu ilə bağlı məlumatlar görürük, bir də süni intellektlə bağlı məlumatlar görürük. Tez-tez verilən suallar var proyektin alt hissəsində. Qısaca, yəni kart rumble nədir? Kart rumble kripto oyunlarını başı üzərinə qaldıran ən yaxşı mem powered yarış təcrübəsidir. Epic triklər, şən personajlar və əslində əyləncə birinci yerə qoyan oyun. Əyləncəni birinci yerə qoyan oyunu ilə blockchain oyununu həyəcanlandırdığı yer budur. Sayt içərisində normalda Azərbaycan dili yoxdur. Yəni Google Translate ilə tərcümə edəndə bəzi sözlər biraz yanlış çevrilir. Digər, yəni ağlınıza ilişən sualların da cavabını məhz burada tez-tez verilən suallarla bağlı olan hissədən tapa bilərsiniz. Ən alt bölmədə də sosial media linkləri var. Onlara da istəsəz keçid edə bilərsiniz. Bu hissədə necə ala bilərsiniz? 4 addımda bizlərə yazıblar. Mən bunu sizə daha ətraflı bir şəkildə başa salacağım. Tərəfdaşlıq proqramına da baxa bilərsiniz. Dostlarımızı dəvət edərək biz bu proyektdən pul qazana bilərik. Lamborghini, Rolex və nadir NFT'lər qazana bilərik. Məhz burada da qoyublar. Bu ödüllər baxa, ən yaxşı 5 ümumi tərəfdaşlıq başları döndürən real dünya mükafatları. Bu deyəsən dünyada ən çox referansa sahib olan insanlara veriləcək. Birinci yerə Lamborghini, ikinci yerə Rolex saatı, üçüncü və beşinci yerlərə də yüksək texnologiya və nadir NFT'lər veriləcəyi burada bildirilib. İndi isə gəlin ön satış bölməsinə keçid edək. Burada daxil ol bölməsi var. Mən artıq qeydiyyatdan keçmişəm. Qeydiyyat bölməsi çox sadədir. Sizlər də çox rahat bir şəkildə qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyatdan keçdikdən sonra bizi ön satış bölməsi qarşılayır və burada bayaqlarda göstərdiyim kimi məhz coin-in qiyməti yazılıb 0.003 sentdir hal-hazırda. Coin məhz birinci turdadır. Növbəti turda 16% qalxış olacaq. 0.0035 sentə satılacaq. Minimum satın alma sərf etməyimsə 50 dollardır. 50 dollar bura yazırıq. Hansı kriptovalyuta ilə ödəniş etmək istəyiriksə onu seçirik. Tutaq ki USDT. Daha sonra RBT alın bölməsinə klik edirik. Burada həm biz buradakı adresə ödəmə eləyərək bu ön satışa qatıla bilərik. Həmçinin də biz buradan öz pul kisəmizi birləşdirə bilərik. Gəlin indi mən də bu öz pul kisəmi birləşdirim. İçərisində bir çox kaşloklar mövcuddur. Mən MetaMask kaşloku istifadə edirəm. Buna görə də məhz MetaMask'ımı bura bağlayıram. MetaMask'ımı bağladıqdan sonra bura mənim balansım düşür və artıq buradakı adresə 50 dollarlıq ödəniş elədikdən sonra mən ön satışa qatılmış olacağam. Toplam 16.666 coin alacağam və siyahı dəyəri 583 dollardır. Təbii ki, bir daha deyirəm, buna hər hansısa bir qarantiya yoxdur. Yəni bu proyektin öz düşüncələri və planlarıdır. Bağlayaq bunu. Burada hal-hazırda ən güclü referansları görürük. Birinci referans 9000 dollar qazanıb, ikincisi 7.8 min dollar, üçüncüsü isə 4.2 min dollarlıq bura referans gətirib, yəni bu proyektə xeyir verib. Buradan sizə daha belə deyim, maraqlı nə göstərə bilərəm. İstinadlara baxaq, öz dostlarımızı dəvət edərək 20% bonus qazana bilərik. Burada bizim öz referans linkimiz mövcuddur. Yəni sizlər də öz referans linkinizi paylaşaraq dostlarınızın etdiyi yatırımdan 20% bonus qazana bilərsiniz. Buradan statistikalarımızı, öz adamlarımızı və bir də ümumi tarixçəmizi görə bilərik. Çox rahat istifadə olunan bir proyektdir. Yəni hər hansısa bir çətinlik falan yoxdur. Öz kaşlokunuzu bağlayaraq çox rahat bir şəkildə bu meme coinlərindən əldə eləyə bilərsiniz. Yəni proyektin əsas məqsədi yapay zəka ilə işləyən bir oyun çıxarmaqdır, yarış oyunu. İndi bunu təbii ki zaman göstərəcək. Başqa hər hansısa bir sualınız olsa videonun altında mənə yazaraq soruşa bilərsiniz. Bu videomuzdan da bu qədər. İzlədiyiniz üçün sağ olun.